Salam qızlarım, məstanlarım, mənim şəkərlərim, necəsiz? Bu günləri bəlkə ev vlogu kimi bir şey oldu. Əslində səhər durdum. Gördüm ki, işim çoxdur və Jasminə bir-iki dənə marağı yeməli bir şeylər görmüşəm. Onları hazırlamaq istəyirəm. Dedim elə bunları vlog eləyim. Həm də ev günümdə biraz sizə çəkim ki, nələr eləyirəm, nələr eləmirəm, Jasminlə necə vaxt keçirirəm. Jasminka oyanıb. Oyanıb deyəndə bu gecə saat 5-ə qədər demək olar yatmayıb. Ha. Kravatın halına baxmayın, Jasmin eləyib. Naskesini zadını çıxardıb. Əlinə hər şey veririk ki, bir dənə başı qarşısın. Mən Jasminlə vaxt keçirməyi çox sevirəm. Çünki onun inkişafı, düzgün beyni formalaşması mənim üçün çox önəmlidir. Sağ olsun, çox ağıllı uşaqdır, amma çox gec danışır. Demək olar danışmır da, hələ ki heç nə demir. 1 yaş 3 aylıqdır. Bax, məsələn, naskesini yemək istəyir. Arada olur ki, tutuzdurur ayaqla. Haycan. Alınmayanda da mənim adımı deyir. Aydan. Yəni kömək edirəm. Haycan. Neyim? Onu geyindirim. Hər şeyi izah eləyə bilir, hər şeyi başa sala bilir. Digər danışmır. Halbuki deyirlər ki, uşaqla çox vaxt keçirmək lazımdır ki, ondan çox danışmaq lazımdır ki, danışasan. Evdə hamı bundan danışır. Mən ümumiyyətlə dayanmıram bütün günü. 7-24 bundan danışıram. Narazıdır gedir. Üstün başın nə gündədir qızım? Maykan çıxıb, naskin biri yox. Hara gəlsin, yıxılacaqsan indi. Bu mənim. Evimdə mağaza aça bilərəm də, yəni bildiyiniz. Çox pis gündədir bura. Çünki dünən də tez tələsik çəkilişə getmişəm. Ora hazırlaşanda bax, bura bu günə düşür. Siyirmələr bu gündədir. İkinci siyirmə, üçüncü siyirmə ümumiyyətlə açmıram. Buranı istəyərdim ki, səliqəyə salam sizinlə birlikdə. Burada şkaflardan çıxartdığım kroklarda beşlər var, işığım var. Boydana işıq var ortalıqda. Bunu siz deyəcəksiniz ki, niyə belə açıq qoyursan? Çünki hər gün çəkiliş eləyirəm mən. Markalara olsun, PR boxlara olsun, belə özüm üçün olsun. Yəni bunu hər dəfə yığıb açmaq biraz çətindir. Otağımı konkret studiya eləmişəm. Buranı da görüm çatdırsam bugün yığışdıranda bir yerdə yığışdırarıq. Veş çoxluğundan, hello, buralara da keçmişik. Doldurmuşam buraları da. Burada çox səliqəsizdir. Buranı da səliqəyə salmaq istəyirəm. Üst-üstə yığılıb da hər şey. Valla mən pinti qız deyiləm. Ciddən deyirəm pinti qız deyiləm. Amma mənim əşyam dəhşət çoxdur. Çox olduğuna görə də, yəni səliqəli heç vaxt qalmır. Səliqəyə salıram. Hamısı istifadə ediləcək bir şeylərdir. Bir dənə bax bura məsələn istifadə olunur. Bax bir dənə bunu tiftik təmizləyən aparatdır. Xiaomi. Bu çox qəşəngdir. Bunu məsləhət görürəm sizə alasınız. Bu super məhsuldur. Deyəsən 35 manat almışdım, amma daha ucuz tapmaq olar. Temudan falan niyə almadım? Çünki orada bilmirəm Xiaomi var ya yox, amma başqa Kitayski məhsullar var. Onları da bilmirəm nə qədər ömrü olar, amma bunu çox tərifləyirlər. Bu Trendyolda satılır bundan. Yəqin ki Trendyolda biraz ucuz olar. Bunu mən buradan almışdım, Bakıdan almışdım. Bir dənə səliqəli qalan budur. Bir dənə arada şam damlarımı istifadə edirəm. Bunu da gün vurub əyib yazığı şamları belə. Qalan hər şey istifadə olunur deyəndə bax həmişə belə. Bax bu da işıqdır da, yəni gördüyünüz kimi. Bunlar da mənim ştativlərimdir. Bura vəbşə, burada həm PR boxları var, həm Dyson test istifadə edirəm, həm ütüm var. Belə də buranı da səliqəyə salarıq bir yerdə. Burası artıq qonaq otağı deyil, bura artıq Jasminin oyun zalıdır. Jasminin bütün oyuncaqları, yəni buranı hər gün yığışdırırıq, hər gün. Yəni bu hələ bunun normal vəziyyətidir. Yəni bura səliqəli saxlamaq olmur. Oyuncaqlar ortalıqda olur. Yalnız gecədən səhər saat 9-a qədər səliqəli qalır. Vəsə. Gün boyu amma dağılır. Oynayandır. Oynamağı sevəndir. Moçika çox da həvəsi yoxdur. Sinya kurban olaram mən. Fındiskam. Ha fındiskam. Fındıqsan sən.
Yemeğim. Yemeğim. Burada qırrrr edir. Bir dəqiqə. Rasmiyə də mənə yemək qoymuşam. Arxaya fikir verməyin. Orada xaladelnikin yeri dəyişmiş idi, yəni yerləşmirdi. Şkaf düzəltdirmişik tezdən, ona görə onun qapaqları yoxdur. Deməli, Rasminə nə yeməkdir? Toyuğun bulyonu. Kənd toyuğun bulyonu, içində kabaçik, yox, bu nə idi? Gül kələmi, pomidor, rəndələnmiş kök, bir də belə gül formasında markof, makaron. İçində də ətləri var, toyuq ətləri, kənd toyuq ətləri. Şəhər toyuğu vermirik. Soğan da var deyəsən içində. Deyəsən niyə deyirəm? Çünki bulyonu qaynanam düzəltmişdi Jasmin üçün, ona görə əlavə ləvazimatları özüm atmışam. Bulyon isə qaynanam düzəldib. Gün ərzində soruşsa, Jasmin 1 yaş 1 ayından smesini atdı. Heç yəni smes istəmədi. Birdən-birə istəmədi. Əslində 8 ayından düz 10 ayına qədər ümumiyyətlə əlavə qida istəmədi. Nə verirdimsə ağlayırdı, yemirdi, ancaq smes yemək istəyirdi. Yəni səhərdən axşama yalnız bu uşaq smes yeyirdi də, özü də 180, 210, 240 gecələr başı 240 yeyirdi. Birdən-birə yəni smesi özü atdı, özü istəmədi. Keçdi əlavə qidaya. Artıq əlavə qidada nə versəm yeyir. Amma ən çox sevdiyi dolğadır. Dolğanı səhər, günorta, axşam nə vaxt versəm yeyəcək, həvəslə yeyəcək, sevə-sevə. Qatığı çox sevir, pendiri çox sevir, qaymaqdır. Yəni belə süd məhsullarını çox sevir. Südün özünü sevmir, amma süddən olan hər şeyi sevir. Əlavə qidada çalışıram ki, maksimum, yəni tərəvəz çox verim, meyvə yeyəndə. Arada olur ki, dişi bunu narahat eləyəndə yemək ümumiyyətlə yemir. Elə vaxt olub ki, 2 gün heç bir yemək yeməyib. Yəni ancaq çay içir, su içir belə. Bütün günü də o yana gəzir, bu yana gəzir. Sonra da mənə deyirsiniz ki, necə arıqlayırsan. Arıqlayaram da bütün günü arxasıca. Yəni birdən ona əl vurdu, birdən yıxılar, birdən onu eləyər, birdən barmağını rozetkaya soxar. Temudan da görmə rozetka üçün belə qapaqlardan almışdım. Səhv almışam, heç o da girə bilmədi. Bütün günü belə gəzir, kuxnadan qonaq otağı, qonaq otağından kuxnaya. Şkafların hamısını bir-bir qurtdalayır ki, içində var. Nə təzə bir şey tapmışdı. Kuxnada, şkafda, aşağıda mən qənd saxlayıram. Girir də oradan qəndi götürür. Bax, bir də görürəm, yeyir. Əlindəki kökü yeyib qutu, kök deyil, o peçenyaya keçib. Kökü indi Allah bilir, harada dişləyib batıb. Çıxacaq. Səsi çıxacaq yaxınlarda. Evdə bizdə remont gedirdi, yəni bütün əşyalar ortalıqdadır da, yəni heç bir əşya öz yerində deyil. Ona görə evin özü də səliqəsizdir, balalar. Ona işləmiş, səhər yeməyini yemişdi. 11-ə işləmiş, 12-ə işləmiş. Hardasa 1-ə işləmiş falan, yəqin ki, yemək verib, yedizdirib yatızdıraram Jasmini. Yəni ya 1-ə işləmiş yeyəcək, ya 1-də yeyəcək. Yəni onun rejimini tutuzdurmaq olmur da. Bir ara ancaq 2 saatdan bir yeyirdi, 3 saatdan bir yeyirdi. İndi amma rejimini tutuzdurmaq olmur. O hansı havanı çalsa mən də onu oynayacağam yəni. Bir də sizə bunu göstərmək istəyirəm. Bunu Temudan almışdım. Bizim balaca bir dənə aparatımız var, belə şəkillər çıxardır da. Və belə bir dənə mini albom düzəltmişik. Düzdür, axıracan düzəltməmişəm. Bunu çıxartmaq biraz zülmdür, əziyyətdir. Bir şəkilləri seçirsən, çıxardırsan. Qızım gözlə bir dənə videosunu çəkim. Belə hazırlamışdım. Elə axıracan hazırlamayıb da Jasminin şəkilləri. Ancaq Jasminə aiddir də, ailəmizə aid, Jasminə aid. Bunların hamısını doldurmaq fikrim var, amma heç yəni belə xırda işlərlə məşğul olmağı heç sevmirəm. Səbrim çatmır. Bu kimdir Jasmin? Bax, Bebeka. Bebeka Jasmin. Jasmin uşaqları Bebeka. Bebeka xoşuma gəlir, ona görə Bebeka deyirəm ki, öyrənsin. Tikılı Jasmin. Vəbşi bolacaq. Bu evə gəldiyimiz gündür, 3 günlükdür burada Jasmin. Burada 2 həftəlikdir. Özümə isə belə qəşəng
toyuğun yarısı. Mən kənd toyuğu yeyə bilmirəm də. Belə qəribə dad gəlir ondan. Düz deyil, şəhər toyuğu da dadlı deyil. Amma şəhər toyuğuna kənd toyuğunu yan qoysaq, təbii ki, bunu seçərəm. Duzlanmış, istiyotlanmış, sarı köklənmiş toyuqdur. Bunu qızardacağam. Bəlkə biraz makaron da elədim üstünə. Ürəyimə mərci də düşdü. Mən mərcini çox qəşəng yeyirəm. İndi göstərəcəm sizə necə eləyirəm. Deyəcəksiniz ki, ay mərcini belə bişirmirlər. Amma bu mərci deyil. Ürəyim, bilmirəm, prosta evdə tomat var ya, yox, məncə tomat mütləqdir. Bilmirəm, deyəsən yoxdur evdə tomat qutarıb. Rəsminə biraz makaron qoydum. Əslində bunun hamısını yeməyəcək. Biraz da Prostokvaşanın tvaroqunu qoymuşam. Qatıq kimidir, smitan kimidir. Yemək olur, xoşuna gəlir. Özümə də düzəltdim, qatıqla yeyəcəm. Niyə supun vermədim? Çünki indi yemək vaxtı deyil. Supunu da versəm yalandan biraz yeyəcək. Vəsə. Bəli, artıq üstümüzü batırmağa doğru gedirik. Qoy öyrənsin, heç nə olmaz. Biraz özü yeyəcək, öyrənəcək. İstidir deyən onu götürə bilmir. Mən də yeməyimi yeyim. Neş olsun bizə. Ay Rəsmin. Mama makaronu sevdin. Üzünə, gözünə bax. Onsuz da çinməyə gedəcək deyə. Hə, sürt, düz eləyirsən. Ağ divandır, sürt yağı bura. Hə, yaxşı eləyirsən, hə. Gedəcək çimçimə, ondan sonra da gün orta yatmağa. Yaşasın mən. Nə deyirsən? Başa düşmədim. Nə? Nədir Jasmin? Arada toyuğun belə sümüyü olanda o qığırdaq yerlərini çıxardıram. Təkcə sümüyün özünü verirəm ki, dişini rahat onda sürtə bilir. 4 dişin birdən çıxardır bu uşaq. Getdi indi, bax, hər yerə sürtəcək. O toyuğu hər yerə sürtəcək. Gedək. Jasmin yatdı. Yes. Çimizdirdim, qəşəng. Tərtəmiz. İndə yatıb. Balışlar da belə yanına qoyuram. Ki, fırıram kravatdan düşməsin, mənim nəsə işim olanda. Dünənləri çəkilişdə idim. Sonra Oliviyanın tədbirinə getmişdim. Oradan vlog çəkmədim. Instagram üçün mini vlog çəkmişdim. Sonra evə gəldim. Və mətbəxdə gördüm ki, məni bir sürpriz gözləyir. Yoldaşım evə gəlib, alıb, qoyub mətbəxdə. Mənim üçün sonra da gedib işinə. Mənə də yazmışdı ki, evdə səni sürpriz gözləyir. Amma ağlıma yəni iPhone gəlmirdi. Çünki çəkiliş üçün mənə önəmli olan kamera idi. Onu da yoldaşım mənə Ozma, DJI Ozma almışdı. Telefonum da yəni 15 Pro'dur. Heç istəmirdim də dəyişmək. Yəni ağlımda o bir plan, fikir yox idi də. Açmasını eləyək. Xoşum gəlir təzə şeydən açanda. Çox qəşəngdir. İndi deyəcəksiniz ki, niyə oranjov rəngdə almayıb? Əslində yoldaşım bilir ki, mən eyniləşməyi sevmirəm. Yəni bir şeydən hamıda varsa, onu istəmirəm. Bəyənsəm də istəmirəm. Bu ildə demək olar 17 alan hamı o rəngi alıb. Bu rəngi də çox dəbdədir. Bunu az alan adam var. Bir də ağı da çox az alırlar. Bu çox qəşəngdir amma. Amma sağ olsun məni tanıdığına görə. Və həmin o gözəllik. Çox qəşəngdir. Arxası da çox qəşəngdir. Özü də gözəldir.
İnşallah qəşəng-qəşəng sizə buradan vloqlar, düzdür, vloqumu Ozmo-dan çəkirəm, editləyəndə, redaksiyanı eləyəndə iPad-də eləyirəm. Buradan da qəşəng-qəşəng storylər, şəkillər, maraqlı çəkilişlər sizi gözləyir. Gedim biraz telefonla oynayım, sonra vloqun davamını çəkəcəm.